Salam değerli izleyiciler. Hamısı xoş gördük. Belə bir gözəl bir evlə sizin qarşınızdayıq. Ev yası ev sahibinin zövqü və dizaynına yaratdığı bu ev möhtəşəm, əsrarəngiz bir evdir. Hərənin düzdür, öz zövqü var. Amma mənim fikrimcə bu ev yəsinin zövqü super olur. Evin içəri səhəsinə baxın. Nə divarlarda sabah bir gün qaşınma olacaq, nə bir şey, kafeldir, balaca batdı, sildin üstün getdi. Həyətyanı sahəsidir, gül yeri boyu, üstün nəvəs eləyib. Müftənin komdu addelmiydi. Kombisi hazır, qızdırmasında pitminutkada palpallar yürür, fantarda istifadə edilməlisin. İki fərqli səni var. Birindən artizan suyu, birindən sən şirin su istifadə edilməlisin. Hətta filtrləri də qoyulur. Evin üç bir yanı açıqdır. Daxil oldu, evə qırağına qəşən suvarları yığır. Daxil olanda bir yanda bu qapının içindən də belə bir sertifikatın bir şeyi yaradır. Daxil oldu evə. Evimiz 4 otaqdan ibarət. Birinci keçid alaq evimizin mətbəxindən. Bu evin koknasıdır. Geniş koknadır. Otaqlar da hamısı böyük, geniş otaqlardır. Baxın, taxt qoyulub, şifamir qoyulub. Hala 1 metr yer o yandadır, 2 metrdə bir yer bu yanda. Bu termiya kimi burada qoyulub, yenə də yerlər boş var. Burası sanitarla sanitariya, ikisi bir arada. Burası evin desk otağıdır. Desk otağı artısa 4'ün içədir. Aboylar da hamısı qəşəng zövqlü aboylardır. Kombin radiatorlarında kimi hamısı da var. Burada diğer bir yataq otağı. Pəncərələr də hamısı bütün tərəfdən reşotkalanıb, tam olaraq hazırdır. Bu da evimizin qonaq otağı. Evin qonaq otağı gördüğünüz kimi geniş, böyük, ehtiyac yokmuş ama yenə də reşotkalıdır. Değerli izleyiciler, bu evin qiyməti ilkin olaraq 75.000 manatdır. 218 nömrəli məktəbdən də buraya yaxındır, Bağçadan da buraya yaxındır. Marşruta Rumliyarısı 250-300 metri yoxdur, 160 marşruta. Sənədəki sərəncamdır. Reallığı olsa, belə gözəl evi yüngül də olsa endirim olacaq. Bizi izlədiyiniz üçün təşəkkürlər.